Mən Nəcəfli Turaniyə, Şərqi Avropa və Balkanşünaslıq Fakültəsinin Regionşünaslıq Türkiyə ixtisasının tələbəsiyəm. Bugün universitetimizdə diplom müdafiəmiz həyata keçir və biz burada təcrübədə qazandığımız bilik və bacarıqların praktiki bacarıqların necə idarə olunması, necə qazandığımız bu barədə məlumatlar verdik və komissiya üzvləri tərəfindən bizə suallar verildi. Suallara uyğun olaraq cavablarımızı təqdim etdik. Nəsimi rayon İcra Hakimiyyətində təcrübə müddətim həyata keçib, 3 ay burada təcrübədə olmuşam və müxtəlif şöbələrdə fəaliyyət göstərmişəm. Təcrübə müddətim həm çox öyrədici, eyni zamanda çox maraqlı keçmişdir. Həftənin 5 günü təcrübədə olduğum müddətdə vətəndaş müraciətlərinin qəbulu, komissiyalarda iştirak, sənəd dövriyyəsində iştirak, hüquq şöbəsində və digər məsələlərdə köməklik göstərmişəm. Komissiya iclaslarında çox fərqli məlumatlar əldə etdim, çox fərqli hadisələrlə tanış oldum və bunlar mənim üçün həyata baxış tərzimi dəyişdi, müəyyən bilik və bacarıqların əldə olunmasında böyük təsir göstərdi. Bura ailə boşanmaları, uşaqların valideyn, ana-ata himayəsində qalması, digər uşaq hüquqlarının qorunması kimi məsələlər daxil idi ki, burada biz fəal şəkildə iştirak etdik və bu məsələlərin baxılmasında köməklik göstərdik.